Nizami Kino Mərkəzində Azərpoçt MMC və Azərbaycan televiziyasının birgə istehsalı olan Səssiz Ünsiyyət adlı bədii sənədi filmin təqdimat mərasimi keçirilib. 2021-ci ildən yenilənmə dövrünə qədəm qoyan Azərpoçt artıq 4 ildir ki, öz mövcud biznes sahələrini inkişaf elətdirir, yeni xidmət sahələrini istifadəyə verir. Və bu keçən 4 il ərzində Azərpoçt daima çalışıb ki, media ilə, eləcə də ictimaiyyətlə daima iki tərəfli kommunikasiyanı inkişaf elətdirsin. Media ilə sıx əməkdaşlıq qurmaq istiqamətində mühüm addımlar atılıbdır. Bugünkü tədbirimiz də elə bu addımlardan növbətçisidir. Yay aylarında təxminən Azərbaycan televiziyasından belə bir təklif gəldi ki, Azərpoçtun ən qədim məhsulu olan Poçt markası haqqında bir bədii sənədli film çəkilsin. Və biz bu təklifi, təşəbbüsü çox yüksək qiymətləndirdik və layihəyə razılıq verdik. Həmin Səssiz Bədii Ünsiyyət adlı filmdə Azərpoçtun əsas məhsulu olan markanın səssiz ünsiyyət kimi ünsiyyətdə, insanlar arasında kommunikasiyada icra etdiyi rol, onun tarix qarşısında daşıdığı vəzifələr, icra etdiyi missiya haqqında söz açılır. Tədbirimizin ikinci hissəsi isə media müsabiqəsinə həsr olunubdur. Belə ki, bildiyiniz kimi, dünyada, eləcə də Azərbaycanda poçtlar ənənəvi formadan çıxaraq daha yenilənmiş bir formaya keçid edirlər. Biz bunu transformasiya adlandırırıq. Müsabiqəmizin adı dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası idi və biz bu müsabiqədə media nümayəndələrindən poçtların keçid dövrünü, yenilənmiş poçt tələblərini araşdırmalarını gözləyirdük və çox gözəl də yazılarla tanış olduq. Bu film ümumiyyətlə poçtun yaranmasından ta qədimdən, qədim Misirdən, qədim Romadan, qədim Yunanistandan bizim bu günümüzə qədər də 2025-ci ilə qədər olan bir tarixi ekskursudur. Bunun içərisində biz bütün müxtəlif mərhələlərdə, lap papiruslardan bizim bugünkü günümüzə qədər, elektron sistemə qədər bu deməli ünsiyyət elə bil anlayışının, anlamının barəsində biz danışırıq və ümumiyyətlə dünya poçtunun içərisində Azərpoçtun, Azərbaycan poçtunun və Azərbaycan markasının yeri haqqında bu film içərisində biz danışırıq. Çox yaxşı respondentləri var bu filmin və ümumiyyətlə çox maraqlı bir faktı mən özüm üçün bu filmin içərisində, bu film üzərində işləyərkən aşkarladım. Mən heç bilməzdim ki, poçt bu qədər önəmlidir insan həyatı üçün və mən heç düşünməzdim ki, poçtun belə mərhələləri ola bilirmiş də. Biz sadəcə ünsiyyət vasitəsi kimi bundan istifadə edirik, faydalanırıq. Təbii ki, 21-ci əsrdə indi artıq rəqəmsal dünyadır, amma məktublar yenə də qalmaq üzrədir də və bunun kimlər bunun üzərində çalışır və bunun içərisində nə böyük zəhmət olduğunu əlbəttə ki, bu filmi işləyərkən anladım. Adım Reyhan, Reyhan Nəsibli. İlk dəfədir belə bir proyektdə iştirak edirəm. Filmin mövzusu Azərpoçtla bağlıdır. Müəyyən dövrlərdə marka və pullardan bəhs olunur və burada sırf spesifik bir obraz yoxdur. Həm Şirvanşahlar dövrünü görəcəyik, həm Yunan, həm Misir, həm yeni dövrü görəcəyik. Ümumilikdə belə bir sintez ilə çəkmişik kinonu. Ümid edirəm ki, hər kəs bəyənəcək. İki Sahil xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərpoçt MMC-nin mətbuat katibi Afaq İbrahimova bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan aktiv yenilənmə dövrünə qədəm qoyub. Onun sözlərinə görə cəmiyyət və media ilə şəffaf, səmərəli kommunikasiyanın qurulması vacib vəzifələrdən biridir. Bugünkü tədbir bu əməkdaşlıq nümunələrindən biridir deyə İbrahimova vurğulayıb. Azərpoçt MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsa Mustafayev bildirib ki, bu sənədli film Azərbaycanda poçt fəaliyyətini geniş auditoriyaya çatdıran yeganə ekran işidir. Onun sözlərinə görə film milli dəyərlərin, zəhmətin və yaradıcı əməyin təbliğinə xidmət edir. Filmin ssenari müəllifi Sevda Hüseyn bildirib ki, poçt işçiləri görünməyin qəhrəmanlardır. Çatdırdığınız məktublar hamımıza xoş müjdələr gətirsin. Biz yaradıcı qrup olaraq çalışdıq ki, məhz bu görünməyən qəhrəmanların zəhmətini də diqqətə çatdıraq.
Rejissor Elvin Mirzəyev təqdimat mərasimini həm həyəcanlı, həm də xoş bir gün kimi qiymətləndirib. Azərbaycan televiziyası və Azərpoçun əməkdaşlığının uzunmüddətli dostluğun nümunəsi kimi dəyərləndirmək olar. Filmin çəkilişləri prosesində bu sahənin nə qədər çətin, məsuliyyətli bir iş olduğunu yaxından müşahidə etdim. Qeyd olunub ki, filmdə nümayiş olunan bütün marka kolleksiyası İlqar Rəhimova aiddir. Filmin nümayişindən əvvəl İsim Mustafayev ekran işinin yaradıcılarına təşəkkürnamələr təqdim edib. Daha sonra Səssiz Ünsiyyət adlı bədii sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin ikinci hissəsində həmçinin Azərpoç MMC və Mətbuat Şurası ilə birgə media nümayəndələri arasında ənənəvi poçtun müasir dünyada və Azərbaycanda transformasiyası mövzusunda müsabiqənin qalibləri də elan olunub. Çıxışında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid bildirib ki, 9 oktyabr Ümumdünya Poçt Günü münasibəti ilə keçirilən müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası mövzusunda araşdırma müsabiqəsinin keçirilməsi diqqətə layiqdir. Rəşad Məcid müsabiqəyə təqdim olunan yazılarda poçtalyonların və məktub yazan insanların fəaliyyətinə dair nostalji hisslərin ifadə olunduğunu qeyd edib. O həmçinin vurğulayıb ki, bugün informasiya texnologiyalarının inkişafı nəticəsində poçt xidmətləri geniş miqyaslı və çoxşaxəli fəaliyyətlə məşğuldur. Müsabiqəyə təxminən 25 yazı təqdim olunub və onların əksəriyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Rəşad Məcid qalib olan jurnalistləri təbrik edib, gələcəkdə də bu kimi müsabiqələrin davamı olmasını arzulayıb. İki Sahil qəzetinin əməkdaşı Yaqut Aslanova yazı müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqənin digər iştirakçılarına isə sertifikatlar təqdim olunub.